Hər kəsə salam. Mən Ayan Akademi kursunun riyaziyyat müəllimi Mirzəyeva Nəzrin. Bugün sizlərlə tənliklər sistemi haqqında danışacağıq. Deməli, tənliklər sistemində ümumiyyətlə əvvəlcə gəlin başlayaq iki məhsullu xətti tənliklərdən. Daha sonra isə tənliklər sisteminə keçid edək. İki məhsullu tənliklər nədir? Məsələn, yazıram burada. AX üstəgəlsin B-Y bərabərdirsə, yerinə A-nın yerinə qiymət qoyduqda -1, B-nin yerinə -1, C-nin yerinə 7 qoyuruq. -x çıxılsın y bərabər 7 və ya -2x üstəgəlsin 3y bərabər 5. Burada A-nın yerində -2, B-nin yerində də 3 qalır. C-də isə 5-dir. Və ya x üstəgəlsin y bərabər 0, A1, B1-dir. Həmin bu A və B, C əmsallardır. C sərbəst dəyişəndir. A, B isə əmsallardır. X və Y-in əmsallardır. Daha sonra İki məhsullu xətti tənliklər sisteminə baxsaq, x çıxılsın 3y bərabər 5. Elə bil ki, iki məhsullu xətti tənliklər sistemi iki məhsullu xətti tənliklərin iki dənə tənliyin sistem halına gətirilmiş formasıdır. X çıxılsın 3y bərabər 5, 2x üstəgəlsin y bərabərdir -1. X kvadrat çıxılsın y bərabər 7, -x üstəgəlsin 4y bərabər 1 və s. Sistem tənliklər ümumiyyətlə bu şəkildə olur. A1 x üstəgəlsin B1y bərabər C, A2 x üstəgəlsin B2y bərabər C2. A1, B1, C1, A2, B2, C2 ixtiyari həqiqi ədədlərdir.